Bugün təbiət dərslik 6-cı sinif 1-ci hissə ümumiləşdirici tapşırıqlara baxacağıq. 1-ci sual. Arabanın sürəti artarsa, at tərəfindən arabaya təsir edən qüvvələr haqqında hansı fikir doğrudur? 1. Sola itələmə qüvvəsi, sola dartma qüvvəsi, sola itələmə qüvvəsi, sağa itələmə qüvvəsi, sağa dartma qüvvəsi. Burada cavabımız D-dir. 2. Qüvvə ilə bağlı hansı fikir doğrudur? Cismə bir neçə qüvvə təsir edə bilər? Bəli. Təsiri qiymətindən, istiqamətinə və tətbiq nöqtəsindən asılıdır? Bəli. Həmişə hərəkət istiqamətində təsir edir? Xeyr. Cismin sürəti hər zaman artır? Xeyr. 3. Şagird qala tərəzi ilə M cismin kütləsini ölçür. O cismi dinametr qoşarsa dinametrin göstəricisi nə qədər olacaq? Gəlin baxaq. Kiloqramımız 4 kiloqramdırsa, burada olacaq 40. Başlayın. Cevabımız olacaq burada bizim 40 Newton. Baxın, burada həm kiloqram var, həm də Newton var. Kiloqramı qarışdırmayın. Çünki dinametrin göstəricisi N'dir. Astronotun X planetində çantasından qaldırmaq üçün yerdəkini daha çox qüvvə tətbiq edir. Aşağıdakilərdən hansı doğrudur? X planetində çantanın kütləsi daha çoxdur. Xeyr. X planetində çantanın kütləsi daha azdır. Xeyr. X planetində çantaya təsir edən cazibə qüvvəsi yerdəki cazibə qüvvəsindən daha çoxdur. Bəli. Cavab C. 5. Şəkildəki vasitələrdən hansı hazırdakı müqavimət qüvvəsini artırma ayrıcalığı tutulmuşdur? Burada birincidə gəmi, ikincidə qatar, üçüncüdə təyyarə və dördüncüdə paraşüt vermişdir. Cavabımız D. Paraşüt. Devam edək. Avtomobil buzlu və asfaltlı yolda hərəkət edir. A. Sizcə avtomobil hansı yolda sürüşmədən hərəkət edər və nə üçün? B. Sizcə hərəkəti asanlaşdırmaq üçün aşağıdakilərdən hansılar etmək olar və burada bizim birinci sualımızda cavabımız asfaltlı yoldur. Çünki asfaltlı yolda sürtünmə daha çoxdur. B variantında sizcə hərəkəti asanlaşdırmaq üçün aşağıdakilərdən hansını etmək olar və nə üçün? Burada cavabımız buzlu yol zəncirli təkərlərdən istifadə etmək, bəli. Buzlu yola qum sərpmək, bəli. Buzlu yola yağ tökmək, xeyr. Çünki yağ tökəndə daha çox sürüşəcəyik. Burada bizim nə tapmalıyıq? Burada qayığa təsir edən Arximed qüvvəsi 2000 Newton olarsa onun kütləsi nə qədərdir? Bir də burada G veribdir və F də veribdir. Yəni M-i tapırıq. M də bərabərdir F bölünsün G düsturundan istifadə ediriksə M-imizi bilmirik. Yəni biz burada 2000 Newtonu böləcəyik 10 Newton bölünsün kiloqrama. Bu da eləyəcək. Burada cavabımız eləyəcək 200 Newtondan Newton ixtisar gedir kiloqram. 8. Ördək göldə şəkildəki kimi eniş edərək dayandı. Ördəyin hərəkətinə əksinə yönəldən qüvvələr hansılardır? Burada birincidə cavabımız ağırlıq qüvvəsi və suyun qaldırma qüvvəsidir. İkincidə, ördək dayana qədər ona təsir edən qüvvələr bir-biri ilə tarazlaşdırırmı və nə üçün? Xeyr, tarazlaşmır, çünki ördək hal-hazırda hərəkət edir. Ördək göldə dayandıqda ona təsir edən qüvvələr hansılardır? Burada cavabımız ağırlıq qüvvəsi və Arximed qüvvəsidir. Ördək dayandıqdan sonra ona təsir edən qüvvələr bir-biri ilə tarazlaşdırılırmı və nə? Bəli, ördək dayandığı üçün qüvvələr bir-biri ilə tarazlaşır. Oyuncaq maşınlardan hansının tarazlaşan qüvvələri təsiri altındadır? Gəlin baxaq. Birinci maşınımızda ox bu tərəfədir, bir bu tərəfədir. Bunu keçəcəyik. M-də isə bu tərəf 5-dir, bu tərəf 10-dur. Bunu da keçəcəyik. Diğer şəklimiz. Bu tərəfdən 3-dür. Arxa tərəfdən də 3-dür. Bunu götürəcəyik. Dediyimiz kimi öndən 2-dir. Arxadan da 2 olduğu üçün bunu da götürəcəyik. Burada cavabımız L və N'dir. Bugünkü mövzumuz bu qədər idi. Əgər video sizin üçün yararlı olduysa, kanala abunə olmağı, videoya like atmağı unutmayın. Əgər yenə başa düşmədiyiniz sual olarsa, şərh bölümlərində qeyd edə bilərsiniz. Sağ olun.